Bir alimlərdən birinin sözüdür. Böyük alimlərdən birinin sözüdür. Ona görə cəsarətli olsa mən deyəcəm. Deyirdi ki, adətən insanlar gəlir bugünkü gündə, deyirlər ki, Allah, mən bu gecəni fürsət bildim və gəldim. Həmin alim deyirdi ki, mən Qədr gecələrində demirəm, Allah, mən fürsət bilib gəlmişəm bu gecəni. Deyirəm ki, Allah, mən gəlmişəm, sənin üçün fürsətdir ya. Allah sənin üçün fürsətdir. Tut əlini. Böyük sözdür ya. Allah sənin üçün fürsətdir. Mən azsam nə itirəcəksəm, mən qayıtsam nə olacaq? Amma mən azsam bədbəxt olacam. Sənin üçün fürsətdir. Gəlib çıxmışam, tut əlimdən. Bıraxma məni dahi. Axı, mən bədbəxt oluram. Mən ayrılsam məhv oluram, həyatım məhv olur, axirətim məhv olur. Axı, sən də istəmirsən mən yanım. Sən məni yanmaq üçün xəlq eləməmsən ki, sən məni sevərək xəlq eləmişsən. Amma bilirsən də zəifəm, iradəm zəifdir, günah qabağında tabım yoxdur, taqətim yoxdur. İbadətə şövqüm yoxdur, zəifəm ibadətlərin qarşısında. Gəlmişəm bu gecə Allah bunları sənə etiraf eləmək üçün, bu gecə mənim əlimdən sən tutacaqsan.